Salam hər kəsə, növbəti yeni məhsulu təqdim edirəm. Baş fənəri kimi istifadə edə biləcəyiniz Vrukos HD50 modeli. 4000 lümen işıqlandırma gücünə malikdir. 3 ədəd LED ilə təchiz olunub. Daxilində isə 5000 mAh batareya ilə fənəri 2 saat yarımla 60 saat arası istifadə etmək mümkündür. Əlavə olaraq da tam germetik bağlandıqdan sonra suya davamiyyəti var. Yağışlı günlərdə də istifadə edə bilərsiniz. Su altı kimi istifadəsi yol verilməzdir. 3 ədəd LED qeyd etdiyim kimi qırmızı, mərkəzdəki LED-i əsasən uzaq vuran, kənardakı LED-i isə yaxın məsafələrdə işlətmək üçün yayıcı işıqlandırma təmin edir. Qırmızı işıqlandırma bir çox məqsədlər üçün istifadə edilə bilər. Fənər universaldır, həm işinizdə istifadə edə bilərsiniz, həm ovda istifadə edə bilərsiniz, balıq ovunda istifadə edə bilərsiniz. Əsasən iş üçün nəzərdə tutulub və üzərində olan düymələrlə LED-lər arasında hər hansı keçid etmək mümkündür. Fənərin korpusu tamamilə suya davamlıdır və full metal korpusdur. Baş fənər kimi istifadə etməzdən əvvəl kəmərinə rezin qabına yerləşdirirsiniz. Tam möhkəm yerləşdirildikdən sonra baş fənər kimi istifadə etmək olur. Bu isə USB şarj olunan yeridir, Type-C girişdir. Bu qaydada istifadə etmək mümkündür. Məhsulun profildə sifariş linkində bir market linki paylaşılıb. Oradan keçərək məhsullar sıradan Vrukos HD50 modelini seçə bilərsiniz. Təşəkkürlər.